Alfa alanin üçün nə doğrudur? Gəlin baxaq. Alfa alanininin formulunu yazırıq. NH2. Adi şəraitdə maye deyil, çünki amin turşular bərkdir. İkinci karbonat oksidaşma dərəcəsi -1-dir deyir. Burada ikinci karbon atomunun oksidaşma dərəcəsi. İkinci karbon olacaq bu karbon. Bu karbonda NH3. Məsələn, burada hidrogenimiz -1. Bu hidrogen, üzr istəyirəm, müsbət 1. Bu hidrogen müsbət 1. Azot -3. Burada qaldı -1 ayrıca yük olaraq. Bu da müsbət 1, burada gəldi 0. Bu da səhvdir. Zolal əmələ gətirir, bəli, üçümüz doğrudur. Molekulun asimetrik karbon atomu var. Bəli, alfa alanində bu karbon asimetrikdir, çünki hidrogeni amini metr. Cavab olacaq 3 nə 4.